Salam əziz izləyicilər. Mən sərbəst auditor Kərimov Şamxal. Və mən İva Azərbaycan şirkətində menecer vəzifəsində çalışan Səbinə Qadirzadə. Bugünkü videomuzda çox vacib bir etik mövzunu, maraqların toqquşmasını və peşəkar mühasiblər üçün yaratdığı riskləri müzakirə edəcəyik. Maraqların toqquşması mühasibin obyektivliyinə, peşəkarlığına və digər fundamental prinsiplərə təsir edə biləcək hallardır. Bu mövzu Beynəlxalq Etika Standartları Şurasının müəyyən etdiyi konseptual çərçivədə əsasən də 210-cu bənddə daha geniş şəkildə izah olunur. Mühasiblər bu çərçivəyə əsaslanaraq təhdidləri müəyyən etməli, qiymətləndirməli və müvafiq tədbirlərlə aradan qaldırmalıdırlar. Əgər bu risklər düzgün şəkildə idarə olunmazsa, peşəkar nüfuz və ictimai etimad ciddi şəkildə zədələnə bilər. Gəlin indi konkret hallara və 210-cu bölmənin strukturuna nəzər salaq. Təşəkkür edirəm Səbinə xanım. İlk növbədə hamımız anlamalıyıq ki, maraqların toqquşması çox müxtəlif formalarda təzahür edə bilər və bu maraqların toqquşması sadəcə maddi ya da maliyyə maraqlarından ibarət deyil. Yəni bununla məhdudlaşmır. Misal üçün, iki fərqli müştəriyə eyni xidmətin göstərilməsi onların maraqlarının ziddiyyət təşkil etməsinə tipik bir nümunədir. Həmçinin şəxsi maraqlar, ailə üzvlərinin iştirakı və ya mühasibin idarə edici vəzifədə, yəni rəhbərlikdə olması da risk yarada bilər. 210.2-ci bənd isə bu kimi hallarda yaranan təhdidləri konkret şəkildə göstərir. Burada bizim üçün tərəf anlayışı da çox vacib bir amildir. Hansı ki, işə götürən, təchizatçı, müştəri, səhmdar və ya digər şəxslər maraq daşıyan tərəf hesab olunurlar. Bu səbəbdən də peşəkar mühasib hər bir vəziyyəti fərdi olaraq qiymətləndirməli və etik riskləri əvvəlcədən müəyyən edə bilmə qabiliyyətinə sahib olmalıdır. R210.4 əsasən peşəkar mühasib qərar qəbul edərkən maraqların toqquşmasına imkan verməməlidir. Bu prinsipi pozan hallar müxtəlif ola bilər və onların hamısı risk yaradır. Məsələn, eyni vaxtda təşkilatın idarə etməsində iştirak etmək və birindən əldə olunan məlumatı digəri üçün istifadə etmək etik pozuntudur. Bu hal obyektivlik prinsipinə ziddir və mühasibin məsuliyyət daşıdığı təşkilata ziyan vura bilər. Digər bir nümunə, mühasibin çalışdığı təşkilatın səhmlərinə sahib olan ailə üzvü varsa, bu da maraq toqquşmasını yarada bilər. Belə halların qarşısını almaq üçün əvvəlcədən tədbir görmək, riskləri azaltmaq üçün əsasdır. Səbinə xanımın dediklərinə əlavə olaraq mən də bildirmək istəyərdim ki, tender və ya satın alma prosesi zamanı mühasibin və ya mühasibin yaxınlarının əgər hər hansısa bir metodla, bir üsulla bir maddi fayda əldə etmə imkanı və ya fürsəti varsa, bu artıq ciddi bir risk yarandığı mənasına gəlir. Maraqların bu cür kəsişməsi isə mühasibin qərar qəbul etmə prosesindəki obyektivliyini və tərəfsizliyini ciddi şəkildə də şübhə altına ala bilir. Bu səbəbdən də mühasib bu kimi hallarda düzgün şəkildə analiz etməlidir və nəticələri diqqətlə izləməlidir. Mühasibin maraqları ilə təşkilatın maraqlarının uyğun olmaması isə artıq bu kimi təhdidlərin başlandığı mənasına gəlir. Və 210-cu bölmə bu kimi halların necə idarə olunmalı olduğunu bizə konkret və detallı şəkildə təqdim edir. Yalnız etik çərçivəyə uyğun alınmış qərarlar peşəkarlığı və etibarı qorumağa bizə köməkçi ola bilər. R210.5-də vurğulanır ki, mühasib fundamental prinsiplərin pozulmasına səbəb ola biləcək maraqların toqquşmasını müəyyən etməlidir. Bunun üçün ilk addım tərəflər arasında əlaqələri və maraqları aydın şəkildə təhlil etməkdir. İkinci addım isə bu maraqların fəaliyyətə təsir dərəcəsini müəyyən etməkdir. Hər iki addım etik qərarların düzgün verilməsi üçün əsas baza rolu oynayır. R210.6 isə əlavə olaraq bildirir ki, bu münasibətlərin və maraqların zamanla dəyişə biləcəyinə də diqqət yetirməlidir.
Risk bir gün mövcud olmasa belə, gələcəkdə yarana bilər və buna qarşı hazırlıqlı olmaq lazımdır. Maraqların toqquşmasının potensial təhlükələrini görmək üçün isə biz həm bugünkü, həm də ki, gələcəkdəki fəaliyyəti nəzərə almalıyıq. Çünki 210.7 A1-də deyilir ki, maraqların toqquşması ilə peşəkar fəaliyyət arasındakı birbaşa əlaqə nə qədər güclüdürsə, risk də o qədər yüksəkdir. Bu səbəbdən də fəaliyyətə birbaşa təsir edən şəxsi maraqlar olduqda dərhal tədbir görülməlidir. Məsələn, qərarların qəbuluna təsir edən mövqedə olmaq, eyni zamanda da maraq daşımaq ciddi etik təhlükə yarada bilir. Bu cür hallarda isə fəaliyyətin başqa bir şəxsə ötürülməsi və ya iştirakdan imtina, iştirakdan uzaq durmaq tövsiyə olunan hallardır. Maraqların toqquşmasının ağlabatan idarəsi mühasibin peşəkar nüfuzunu qorumağa xidmət göstərəcək. 210.7 A2 və A3-də qeyd olunur ki, maraqların toqquşmasından irəli gələn etik risklərin qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Bu kontekstdə ilk və ən vacib addım ondan ibarətdir ki, mühasib belə qərarların verilməsində birbaşa iştirak etməməlidir. Yəni, əgər hansısa fəaliyyət mühasibin obyektivliyinə təsir göstərə bilərsə və ya şəffaflığı şübhə altına ata bilərsə, həmin fəaliyyətdən uzaq durmaq daha doğru olar. Bu, həm peşə etikası baxımından, həm də mühasibin qərarların müstəqilliyindən və etibarlılığının qorunması baxımından böyük əhəmiyyət daşıyır. Digər effektiv yanaşma isə təşkilat daxilində vəzifənin düzgün bölüşdürməsi və məsuliyyətlərin aydın şəkildə ayrılmasıdır. Bu, xüsusilə o hallarda vacibdir ki, eyni şəxs həm nəzarətçi, həm də idarə edici qərarları verir. Belə hallarda maraq toqquşması riski artır və qərarların obyektivliyi sual altına düşə bilər. Sonda isə qeyd etmək lazımdır ki, peşəkar məsafənin qorunması, yəni şəxsi maraqların kənar durmaq və yalnız peşə prinsiplərinə əsaslanmaq, etik təhlükələrin qarşısını almaqda çox təsirli bir vasitədir. Bu cür yanaşma mühasibin etibarlılığını artırır və onun qərarlarının şəffaf və qərarsız olmasını təmin edir. Əlavə olaraq mühasib öz fəaliyyətini nəzarət altında saxlamaq üçün daha yüksək səviyyədə baxış və təsdiq mexanizmlərindən istifadə edə bilər. Məsələn, onun qərarları icra edici olmayan bir idarəçi tərəfindən təsdiqlənə bilər və bu cür nəzarət mexanizmi də, nəzarət prosesi də həm şəffaflıq, həm də hesabatlılıq yaratmış olacaq. Eyni zamanda sadəcə müəyyən hallarda müstəqil qiymətləndirici və ya üçüncü şəxsin də prosesə cəlb olunması nəzərdə tutula bilər. Bu hadisə obyektivliyin təmin olunmasında və maraqların toqquşmasının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Və nəticə etibarilə bu sayədə həm mühasib öz peşəkar mövqeyini qorumuş olur, həm də təşkilat nüfuzunu saxlamağa qadir olur. Maraqların toqquşmasının baş verdiyi hallarda şəffaflıq çox mühüm əhəmiyyət daşıyır və demək olar ki, əsas amillərdən biridir. Belə vəziyyətlərdə mühasibin məsuliyyəti ondan ibarətdir ki, yaranmış vəziyyətin mahiyyətini və bu risklərin azaldılması üçün addımları açıq şəkildə işə götürənə təqdim edilsin. Bu sadəcə formallıq üçün yox, həm də qarşı tərəfin həmin riski başa düşməsi və qəbul etməsi üçün vacibdir. 210.8 A1-ə əsasən bu açıqlamanın məqsədi təkcə məlumat vermək deyil, həm də riskin qarşı tərəf tərəfindən dərk edilib təsdiqlənməsini təmin etməkdir. Əgər belə bir razılıq əldə olunmadan fəaliyyətə davam edilirsə, bu artıq etik prinsiplərə ziddir və peşə standartlarına uyğun deyil. Hətta razılıq şifahi formada verilsə belə, mühasib bu razılığı mütləq sənədləşdirməlidir. Bu, gələcəkdə həmin razılığın sübut kimi istifadə olunmasına şərait yaradır və həm şəffaflıq, həm də hesabatlıq baxımından ciddi əhəmiyyət kəsb edir. Səbinə xanımın sözlərinə əlavə olaraq bildirmək istəyərdim ki, 210.8 A3-də qeyd edilir ki, yazılı razılıq olmasa belə,
Tərəfin məlumatlı və razı olduğuna dair kifayət qədər sübut varsa, bu da qəbul oluna bilən haldır. Bu sübutların isə elektron məktublar, qeydlər, qərar protokolları şəklində olması məqbul hesab edilir. Burada əsas mahiyyət ondan ibarətdir ki, maraqların toqquşması halları heç bir şəkildə gizlədilməməli və düzgün şəkildə sənədləşdirilməlidir. Mühasib həm maraqların toqquşmasının mahiyyətini, həm də onun qarşısının alınması üçün görülmüş tədbirləri yazılı şəkildə qeyd etməlidir. Və sonda əldə olunan razılıq da açıq şəkildə sənəddə göstərilməlidir. Bu yanaşma isə mühasibin məsuliyyətini qoruyur və təşkilatın hüquqi risklərini azaldır. Gəlin yekun olaraq vurğulayaq ki, maraqların toqquşması peşəkar mühasiblər üçün həm etik, həm də hüquqi riskləri yaradır. Bu səbəbdən hər bir vəziyyətdə riskləri əvvəlcədən müəyyən edib, ona uyğun tədbir görmək vacibdir. Etik davranış yalnız mühasibin nüfuzunu deyil, həm də cəmiyyətin ona olan etibarını qoruyur. Əgər mühasib müəyyən bir vəziyyətdə qərarsızdırsa, təşkilat daxilində etik məsləhətçilərdən və ya peşəkar qurumlardan dəstək almaq məsləhət verilir. Əlavə olaraq hüquqi müşavirlər və təcrübəli həmkarlarla məsləhətləşmək daha çox faydalı ola bilər. Təbii ki, bu dəstək zamanı məhviliyə ciddi şəkildə riayət olunmalıdır. Və maraqların toqquşması hallarında həm proaktiv, həm də şəffaf yanaşma mühasibin peşəkar standartlara uyğun fəaliyyət göstərməsini təmin edir. Bu yanaşma həmçinin təşkilatın reputasiyasını qoruyur və ictimai maraqlara uyğunluq yaradır. Peşəkar mühasiblər yalnız texniki bacarıqları ilə deyil, həm də etik qərar vermə qabiliyyətləri ilə dəyərləndirilirlər. Etik davranış yalnız qayda deyil, bu peşənin ruhudur. Və unutmayaq ki, etika olmayan yerdə peşəkarlıq da davamlı ola bilməz. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Növbəti videolarda görüşmək diləğilə.